Ona görə bəylərə deyəndə ki, sənə sözüm olacaq göz deyərsən. O çox O qoymur ki, sən gedəsən, deyir ki, bu dəqiqə indi burada bunu deyirsən. Sən deyirsən ki, yox, indi vaxtı deyil, mən sənə bunu sonra deyəcəm. Deyir, yox, indi bu dəqiqə. Çünki o özü də bilmir ki, sənə necə reaksiya versin və o zamanı necə gözləsin. Hətta mən çox qəşəng bir reels görmüşdüm Instagramda, orada göstərirdi ki, nəsə bir tık səs gəlir. Göstərir ki, kişi beyni fikirləşir ki, nəsə partladı, nə oldu, müharibə çıxdı və s. Qadın sadəcə, yəni çünki qadında daha rahatdır bunlar. Hətta o ilk çağlarda da kişi gedib nə bilim ovlanmağa, qadın evdə oturub daha, yəni belə deyək də, daha adrenalinlə daha az üz-üzə qalıb, belə desək, əgər daha belə sadə formada. Baxın, orada getdi kişinin beyninə mesaj. Dediyim kimi, bu bizim müasir dövrə çox da uyğun gəlməsə də, amma zehnimiz belə işləyir deyə. Baxın, yəni bu bizim qaçınılmazımızdır. Ona görə biz bunu gərək ən azından bunu biləndə, daha sonrasında əlbəttə ki, biz dedik ki, aha, necə başlayaq ki söhbətə ki, orada nə etmək lazımdır o zaman? Qarşı tərəfin burada artıq məncə fərqi yoxdur. Kişi, qadın, zehninə o siqnal getməsin də sənə bir hücuma gəlirəm, düzdür? Ona görə də o sənin yerinə həmişə yaxşıdır ki, biz başlayaq ki, məsəl üçün, dünən filan şey oldu, məsələn, orada mən özümü elə nə bilim, pis hiss etdim, elə nə bilim, dəyərsiz hiss etdim. Baxır da nə olub orada, nə baş verir. Özünüzdən danışırsınız deyə. Mən burada özümdən danışsam, sizə təhlükə yaratmıram, düzdür? Demirəm ki, Aytan xanım, siz mənə elə dediniz ki, mən elə pis hiss etdim. Mən deyirəm ki, dünən filan şey oldu, elə də pis hiss elədim. Nə bilim, bax, bu şəkildə danışıram, artıq təhlükə siqnalını vermirəm qarşı tərəfə. Ki, yəni, rahat ol, özümdən danışıram, məndən danışıram. Və onu da empatiyaya dəvət edirəm əslində. O dinləyəcək, baxın sizi həmin anda ki, aha, hə, bu başlayacaq söhbətə girişməyə yavaş-yavaş. Ondan sonra yavaş-yavaş açırsınız ki, məsələn, sən də gördünmü orada nə baş verdi? Baxırsınız ki, o nə düşünür bu söhbət haqqında. Görək onun gözündən necə görünüb bu, aydındır. Və o ilk cümləni necə ki başladınız, bir var ki, siz başlayırsınız burada, hərarət burada başlayır. O aşağı düşməyəcək. O yuxarı gedə-gedə gedəcək. Bir də var ki, siz aşağıdan başlayırsınız. Qarşı tərəfi empatiyaya dəvət edirəm. Xüsusilə də bir kişidirsə. Ki, aha, doğma, təhlükə yoxdur, söhbət eləyirik. Başlayırıq danışmağa. Danışdıqca əlbəttə ki, demirəm birdən-birə, artıq söhbət getdikcə bu qarşılıqlı müzakirəyə çevrilir deyə. Hücum falan yoxdur. Mən soruşuram ki, hə, gördün nə oldu? Deyir ki, hə, gördüm, məsələn, məncə falan şey yox, məncə, məsələn, anam onu demək istəmirdi. Siz deyirsiniz ki, məsələn, hə, yox, mən amma belə hiss etdim, səncə elə deyildi. Baxın, həm onun da fikrini bilirik, bax, bu şəkildə yavaş-yavaş, qura-qura gedirik və o zaman inanın ki, nə telefona baxacaq. Təkrar edirəm, burada yəni o münasibətdən söhbət getmir ki, elə kişi doğrudan da sizə hörmətsizlik etmək məqsədi ilə onu edir həmin anda. Və yaxud da ki, doğrudan da diqqətsiz adamdır. Düzdür.